qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Deməli qızlar, hər yerdə gördüyüm bir akım var. Belə jelibondan Sprite. Onu indi mən də özüm üçün yoxlamaq istəyirəm. Deməli qızlar, belə az miqdarda qoydum. Üstünə də belə Sprite tökəcəm indi. Qoyacağım, bir gün qalacaq bu belə. Sonra bir gündən sonra da bir gün də xaladenikdə donduracağıq. Deməli qızlar, belə dondurdum. Prosta siz nə qədər çox saxlasanız o qədər yaxşıdır. Mən təqribi heç bir saat falan saxlamadım. Amma çox saxlasanız daha yaxşı olar. Soyuducuda da dediyim kimi çox qəşəng olur. Və bir iki Lilinin buzlu versiyasının dadı gəlir elə. Düşünün. Deməli qızlar, biz gəldik atagilə. Özüm üçün belə jelibon götürdüm, belə bounty götürmüşəm. Sonra yoldaşım belə şirniyyat almışdı. Bir də belə gül mənim üçün də, mama üçün də alınmışdı, sağ olsun. Belə indi çalmamışam. Çay dəmləyəcəm, çay içəcəyik. Deməli qızlar, gəlmişik. Akşam gəldi aslında. Fransız xalqı keyf eləyir. İndi mamamla hazırlaşıb düşəcəyik marketə. Çox mehribandır, bəli. Görürsünüz. Belə. Bugün de suyum işte. Mamam da yemeği hazırlıyor. Aynen öyle. Bir seferinde kanununa baktı. Onları koymak koyuyor. Kızlar, iftara çok az kalıb. Kartofumuz da kızarır. Toyuğumuz, supumuzdur. Tərəvəz supudur. Taban qoymuşum qızmağa ki, qutabları silməyə. Bu da pomidor turşusudur. Suları süzmüşəm. Bu xaçapur mən pendirli bilirdim. Sən demə ətliymiş. Börək toyuqludur, qoğaldır. Belə xurma. Belə. Belə başlamışam. İftara az qalıb süfrəni hazırlamağa. Bu da zeytundur. Belə. $2,000 later. Bu dünya 8 Mart Qadınlar Günü münasibətdə bütün hanımları təbrik edirəm. Sizə qadın xoşbəxtliyi, ana olmaq istəyənlərə inşallah övlad, şifa istəyənlərə şifa, bütün yəni əzizlərinizə nə arzulusuz hamısının yerinə yetməyini arzu edirəm qızlar. Bu da ikinci gün iftar süfrəmizdir. Belə tortumuz da var. Yemək dedik, yeyək. Sonra çay içək. Burada isə yoldaşım işdən gəlmişdi. Dedi ki, düş gedək marketə, ürəyin nə istəyir, al. Həm də hava dəysin sənə. Bugünü bu qədər qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək.